kənd yerlərində mən danışıram İmişli, Sabirabad saatda. Ən çox Sabirabadda müşahidə olunur. Ot toplayan adamlar var. Qənimət bəy, bunu təkrar edəcəm. Mən özüm o işlə məşğul olmuşam. Öz həyətimdə, öz dədəmin həyətində o işə gedəndə mənim canım çıxırdı. O otu xotmanlamaq. Ağır işdir. Xotmanlamaq, qaldırırsan 45 dərəcə isti təpənə döyür. Qan tərin içindəsən və oradan qaldırdığın otda tökülür başa. Anadan əmdiyin süd burnundan gəlir. Adam deyirəm öz dədəsinin evində, öz həyətində o işi canı çıxa-çıxa görür. İndi fəhlələr var, gəlib 5 manat, 10 manat qiymətinə bunun həyətində bu işi görürlər. Qruplar düzəldiblər, kiçik. Çörək qazansınlar. Sabirabad və Saatlı polisindən dəqiqləşdirmişəm bunu. İmişdə də deyirlər var. Onlardan da aylıq 50 manat Çaskovlar pul yığır qənimət. Yəni muzlu əməklə məşğul olan adamlar. Bu əməyi ilə məşğul olur. Dəhşətli dərəcədə. Dəhşətli bir iş. O ayda 2000 qazansa da ona bir 2000 manat gedib mollaya pul verib 2000 manat ona təşəkkür duası oxuturmalısan ki, sən bu cür zəhmətlə məşğulsan. Büdcəni talamırsan. Yetimin pulun yemirsən, yetişrin pulun yemirsən, oğurluq eləmirsən, əlinin qabarı bu ağır işi adamın öz dədəsinin evində görməyə ərindiyi, çəkindiyi işi sən görürsən. Bu zəhmətlə pul qazanırsan. Onlardan polis idarələri, Çaskovlar 50 manat pul yığır. Qənimət bəy, buna dilənçilik desən, yenə də dilənçi də deyə bilmirəm. Buna reykirtlik də demək olmur. Uğurluq da demək olmur. Çünki bu sadaladığın bir şeylər özlərindən bir şey verir. Məsələn, dilənçi öz ləyaqətin risk altına salır da, özünə bəlkə də sığışdırmır ki, mən durmuşam burada filan kəsə ağız açıram ki, mənə 5 manat pul verir. Oğru həyatın risk atır. Bir növ cəsarət göstərir. İndi mən oğurluğu təqdir eləmirəm. Amma oğru eləyən adam nəyisə riska qoyur. Deyir ki, mən tutularam, döyərlər məni, həbsə düşərəm. Reykirtdir həmçinin. Bunların elədiyi bu 50 manat yığmaq bilirsən nəyə bənzəyir? Vicdansızcasına soyğunçuluqdur da. Yox, qənimət bəy, soyğunçu da cəsarətdir. Soyğunçuluq faktında mən bu barədə çox düşündüm. Soyğunçuluq eləyən adamda da cəsarət var. Bu adamlar nəyə bənzəyir? Bir ölümcül xəstələrini soyan adamlar olur. Yəni sənə heç bir müqavimət yox. Maradyor, maradyor deyirlər. Nə deyirlər? Ölü soyan maradyor. Yəni sənə heç bir müqavimət yoxdur. Sənin sırf vicdanından asılıdır. Və yaxud da biri də müəyyən bir xəstələr var ki, özlərin ağılla idarə edə bilmirlər. Yəni əqli vəziyyətləri yerində deyil. Və yaxud da fiziki, ruhi vəziyyəti yerində deyil. O ancaq sənin vicdanından asılıdır. Sən istəsən onu tam lütə çevirə bilərsən. Əlində nə var?